Salam əziz şagirdlər. Bugün mən sizə çox şagirdin qarışdırdığı bir testin izahını verəcəm. Gəlin baxaq. Hansı sözdə nöqtələrin yerinə q hərfi yazılmalıdır? Biz qayda olaraq keçmişik ki, q hərfi saitlə başlayan söz və yaxud da saitlə başlayan şəkilçi qəbul etdikdə q-yə keçir. Gəlin variantlara baxaq. A hərfindəki söz yarpaq sözüdür. Yarpaq sözü saitlə başlayan şəkilçi qəbul etdiyi üçün burada ı-nı görürük. Deməli, saitlə başlayan şəkilçi qəbul edirsə, bu olacaq ğ. Deməli, bu variant düzgün deyil. B variantında sözün özü dağlar sözüdür və burada ğ hərfi ilə yazılır. C variantına baxırıq. Əgər q hərfi əlavə etsək, buruq sözünə, saitlə başlayan şəkilçi olduğu üçün olacaq buruğun. Ğ hərfinə keçəcək. D variantında sözün özü qışlaqdır. Samitlə başlayan şəkilçi əlavə olunduğu üçün d. Qışlaq sözündəki q olduğu kimi qalacaq. Y variantına baxırıq. Qonaq sözüdür. Qonaq sözünə saitlə başlayan şəkilçi əlavə edildiyi üçün q hərfi olacaq ğ.